48-ci sualda atom filogenezində hansı keçid olmayıb? Qabarıq dişlər, büküşlü dişlər. Bəli, bu olmuşdu. Qısa ayaqdan uzun ayağa keçdilər. Doğrudur. Alçaq boy, uca boy. Bu da doğrudur. Barmaqların say çoxluğu, azlığı. Bəli, əvvəlcə barmaqlara hər ətrafı 5 barmaqlıydı. Sonra 1-ci və 5-ci barmaqlar yox oldu. 2-ci və 4-cü isə qrefe sümüklərinə çevrildi. Y büküşlü dişlər, qabarıq dişlər, bu isə yanlışdır. Qabarıq dişlərdən büküşlü dişlərə keçmişdir. 49-cu sualda təkamül prosesində daha əvvəl əmələ gəlmişdi. Suda qurda yaşayanların cüt ağciyərləri. Ağciyərləri suda qurda yaşayanların əmələ gəldi devonda. Sonra məməlilərin plasentası təbaşir. Quşların lələk örtüyü, yurada artıq lələk örtüyü var idi. Örtülü toxumluların çiçəyi, bu da təbaşirdə əmələ gəlib. Əsl sümüklü balıqların tək üzmə qovluğu isə triasda idi. Daha əvvəl əmələ gələn devonda, suda qurda yaşayanlar. Sonra 50-ci sualda təkamül prosesində daha sonra əmələ gəlmişdi. Məməlilərin plasentası təbaşirdə əmələ gəlib. Suda qurda yaşayanların cüt ağciyərləri devon. Quşların lələk örtüyü yura. Çılpaq toxumluların toxumu devon. Əsl sümüklü balıqların üzmə qovuğu da trias. Ən sonda əmələ gələni deyir, məməlilərin plasentası təbaşir. Ən sonda da bu dövrlərdən. 51-ci sualda insan rejimində 3 cüt qəlsəmə yarıqlarının olması bu embrioloji dəlildir. Çünki o da digərlər xordalı heyvanlar kimi 3 cüt qəlsəmə yarığına, kloakaya malik olur rejim. Sonra qovuqcuqlardan ibarət beyinin olması bu onların embrioloji dəlillərinə aid idi. 52-ci sualda həlqəvi qurdlarla buğumayaqlılar arasında keçid forma olması güman edilən orqanizmlər. Söhbət trilobitlərdən gedir və trilobitlər palezo erasında var idi. 53-cü sualda hansı erada mövcud olan bütün canlılarda həm transkripsiya, həm də translyasiya prosesləri yalnız sitoplazmada gedir. Söhbət burada bakteriyalardan gedir. Çünki bakteriyalarda DNT və RNT-nin sintezi, transkripsiya, translyasiya hamısı sitoplazmada gedir, nüvə olmadığına görə. Və bu proses arxeydə baş verirdi. Lakin bizdə sitoplazmada yalnız getmişdi arxeydə. Çünki artıq proterozoida, palezoida heyvan, bitki növləri var idi, əmələ gəlmişdilər aləm olaraq və onlarda artıq transkripsiya nüvədə gedirdi. 54-cü sualda X-in yerində nə olmalıdır? 11-ci sinif dərsliyimizdə də bu şəkil verilib və orada X-in yerinə probiont yazılmışdı. Probiont ilk heterotrof orqanizmdir və probiont özü bir neçə şaxəyə ayrıldı. DNT-yə malik anaerob heterotrof, bakteriya, aerob bakteriya oksidləşdirici və aerob bakteriya. Deməli, heterotrof bakteriya əmələ gəldi heyvanlar aləmi və göbələklər aləmi. Digərindən bir şaxə bitkilər aləminə verdi. 55-ci sualda Stanley Müllerin həyat elementlərinin necə yarandığını öyrəndiyi təcrübədə X-in yerinə hansı maddəni yazmaq olmaz? Deməli, Müllerin bu cihazında 4 qaz var idi. Su, hidrogen, CH4 metan qazı və NH3-dən ibarət idi bu qaz qarışığını, lakin burada CO2, yəni karbon dioksid yox idi. Cavabımız A variantı. 56-cı sualda hansılar mənşəcə bir-birinə daha yaxındır? Yəni homoloji orqanları istəyir bizə. O zaman Georginin yumrusu və kartofun yumrusu. Georginin yumrusu kök mənşəlidir. Kartofun yumrusu gövdə. Bunlar analoji sayılır. Zirincin tikanı və çiyələyin bığcığı. Zirincin tikanı yarpaq, çiyələyin bığcığı gövdə mənşəlidir. Bu da aid deyil. Yerkökünün meyvə kökü kökdür, kök mənşəlidir. Kaktusun tikanı yarpaq. Çiyələyin bığcığı gövdə mənşəlidir, kartofun yumrusu da gövdə. Deməli, cavabımız D variantıdır. 57-ci sualda müasir atom filogenezində aşağıda göstərilənlərdən hansı baş verməmişdir? Onurğanın möhkəmlənməsi və sürətli qaçış. Bəli, bu oldu.
Onurğada olan sümüklərin birləşməsi. Xeyr, bu aid deyil. Çünki əgər sümükdə olan sümüklər birləşsəydi, o zaman hərəkət məhdudiyyəti yaranardı. Ətrafların dayaq səthinin ixtisarı. Bəli, 5 barmaqlı ətrafdan atın müasir atda 3-cü barmaq qalıb, digərləri reduks edilib. 2-ci və 4-cü, məncə yeni niyə işarə edirəm? Yəni, bu doğru ifadədir. Yanlış ifadə B-dir. Sonra ətrafların uzanması, bəli, əvvəl kiçik boyluydular, sonra qaçmaqla əlaqədar olaraq onlarda bədən ətraflar uzandı. Bu da doğru ifadədir. Büküşlü dişlərin əmələ gəlməsi, bəli, qabarıq dişlərdən büküşlü dişlərə keçdilər. Bu da doğrudur. Yanlış cavabımız B variantıdır. 58-ci sualda. Onurğalı heyvanların çoxalması hansı dövrə qədər yalnız su mühitində gedirdi? Deməli, suda qurda yaşayanlarda, balıqlarda, onlarda hələ də su mühitində idi mayalanma prosesi, lakin sürünənlərdə artıq daş kömürdə əmələ gəlmişdilər. Mayalanma prosesi quruda gedirdi, su mühitinin əlaqəsini kəsdi. Ona görə bizə deyir ki, hansı dövrə qədər? Daş kömür dövrünə qədər. Sonra 59-cu sualda. Bitkilərin çoxalması hansı dövrə qədər yalnız su mühitində gedirdi? Su mühitində çoxalma baş verən bitkilər mamırlar idi və qışı kimilər idi. Silurda artıq su mühitində gedirdi, lakin Devon dövründə toxumlu qıcların yaranması ilə su mühitində mayalanma quru mühitini əvəz etdi. Ona görə Devon dövrü. 60-cı sualda. Göstərilənlərdən hansı təkamül prosesində daha əvvəl baş vermişdir? Xemosintez, qeyri-üzvü maddələrdən üzvü maddələrin abiogen sintezi. Bəli, bu doğrudur. Yer üzərində sərbəst oksigenin toplanması bu xemosintezdən və fotosintezdən sonra baş vermişdi. Fotosintezin meydana çıxması və tənəffüs. Cavabımız burada B variantıdır. 61-ci sual. Göstərilənlərdən hansı təkamül prosesində daha əvvəl baş vermişdi? Tənəffüs, xemosintez, nuklein turşularının meydana çıxması, bu həyatın əmələ gəlməsinin 3-cü pilləsində idi. Fotosintezin meydana çıxması və konservantların əmələ gəlməsi, bu da 2-ci pilləsində idi. Cavabımız Y variantı. 62-ci sualda. Nümayəndələri yalnız sağ aorta qövsünə malik olan sinifin, yəni söhbət quşlardan gedir. Paleozoy erasında əmələ gəlsəydi, onurğalıların təkamülcə ən cavan sinifi hansı olardı? Deməli, mezozoy erasının trias dövründə məməlilər əmələ gəldi. Artıq təbaşirdə isə əsil quşlar. Və quşlar mezozoyda əmələ gəlməsəydi, o zaman ən cavan sinif məməlilər olardı. Cavabımız A variantı. 63-cü sualda. Bitkilərdə toxum, heyvanlarda süd vəzlərinin yarandığı dövrdə əmələ gəlsəydi. Süd vəzləri triasda əmələ gəlib, toxum isə devonda. İndi bu toxum əgər devonda əmələ gəlsəydi, paleozoy erasına rast gəlinməzdi. Toxumun əsas kök inkişaf etdiyinə görə əsas kökə biz rast gəlməzdik paleozoyda. 64-cü sualda. Sxemə əsasən doğru ifadələri müəyyən edin. Paleozoy erasında süd vəzlərinin yaranması bu aid deyil. Çünki mezozoyun trias dövründə baş verib bu. Ağciyərlərin yaranması, bəli, ağciyərlər yarandı paleozoy erasında. Sonra ilk bitkilərin yaranması, onurğanın yaranması. Onurğa da əmələ gəldi paleozoyda. Ancaq bitkilərin yaranması artıq proterozoyda ilk bir hüceyrəli yosunlar var idi. Ona görə cavabımız 2 və 3 Y variantı. 65-ci sualda. Heyvanlarda ürəkdə yalnız sol aorta qövsünün, yəni məməlilərdən söhbət gedir. Əmələ gəldiyi dövrdə bitkilərdə hansı baş vermişdi? İlk çılpaq toxumlular meydana gəldi daş kömürdə. Toxum meydana gəldi devonda. Çiçək meydana gəldi təbaşirdə. Daş kömür meşələri yox oldu Perimdə, toxumlu qıcılar yox oldu Triasda. Bəli, məməlilərin əmələ gəldiyi dövrdə baş vermişdi bu.
66-cı sual. Heyvanlarda daxili skeletin əmələ gəldiyi eranın sonunda, yəni xordanın söhbət gedir. Eranın sonunda canlıların neçə aləmli nümayəndələrinə təsadüf olunurdu. Əmələ gəlmişdi proterozoida və proterozoida bütün canlı aləmə var idi. Göbələklər də, bitkilər də, bakteriyalar da, heyvanlar da. Cavabımız A variantı. 67-ci sualda. Sxemə əsasən doğru ifadələri müəyyən edin. Süd vəzlərinin əmələ gəlməsi trias. Bəli, bu doğrudur. Yırtıcı dişli sürünənlər yaranır perimdə. Çiçəyin əmələ gəlməsi təbaşir. 4 kameralı ürəyin əmələ gəlməsi, bəli, triasda ilk məməlilərdə 4 kameralı ürək əmələ gəldi. Triasın sonunda isə əmələ gəldi timsahlar. 68. Sxemə əsasən doğru ifadələri müəyyən edin. Devon dövrü. Bitkilərin deməli quruya çıxması doğrudur. Artıq toxumlar çoxalmağa başladılar. Pəncə üzgəcli balıqlar meydana gəldi. Bu da doğrudur. Bitkilər quruya ordovikdə çıxmışdı, devonda yox. Başlayım. Toxumun əmələ gəlməsini fikirləşdiyim üçün yanlış. Stagestophellalar meydana çıxır, bəli, bu doğrudur. İlk sürünənlər meydana çıxır daş kömürdə. Bu da aid deyil. Deməli, devona aid olanlar 1 və 2. 69-cu sualda. Atın filogenetik sırasında oxla göstərilən istiqamət üzrə. Qırışlı dişlər qabarıq dişlərlə əvəz olundu. Bu yanlış ifadədir. Yanlışdır. Doğruları seçməliyik. Barmaqların ümumi sayı azaldı. Doğrudur. Əvvəlcə 5 barmaqlıydı, sonra artıq hər ətrafda bir barmaq inkişaf edib qaldı. Ətrafların sayı azalıb yanlışdır. 4 ətrafı var idi, müasir atda da 4 ətraf var. Onurğa sütunu daha da möhkəmlənmişdi. Bəli, doğrudur. 4. Süni seçmə nəticəsində ətraflar uzandı. Xeyr, bu təbii seçmənin nəticəsidir. Rudiment barmaqların sayı artmışdı. Bəli. 2, 4 və 6 doğru cavabımızdır. Sonra 70-ci suala baxaq. Paleozoy erasının devon dövründə baş verməyib. Ruşeym kökçüyü əmələ gətirən generativ orqanın meydana çıxması. Yəni, ruşeym kökçüyünü əmələ gətirir toxum. Toxum devonda baş verib. Bu doğrudur. Trilobitlərin nəslinin kəsilməsi bu perim dövründədir. Bitkilərin quruya çıxması ordovikdədir. Stagosephellaların meydana çıxması bəli, daş kömür dövründədir. Qıcı kimilərin və qatırquyruqların meydana gəlməsi bəli, aiddir. Dişlərin ixtisaslaşması perimə aiddir. Ona görə aid olmayanları istəyir. 2, 3 və 6. 2, 3 və 6. 71. Təkamül prosesini əks etdirən sxemlərdə hansılar makrotəkamülün nəticəsidir? Mikrotəkamül nəticəsinə populyasiya, yarımnöv və növ əmələ gəlir. Növ əmələ gəlmə prosesi ilə mikrotəkamül bitir. Ancaq növdən böyük taksonomik vahidlər, cinsdir, fəsilədir, dəstədir, sinifdir. Bunlar makrotəkamül nəticəsində əmələ gəlir. Ona görə cavabımız 4, 5, 6 və 7. Sonra 72-ci sualda. İlk dəfə Paleozoy erasında əmələ gələnlər. Çarpaz tozlanma devon dövründə əmələ gəlmişdi Paleozoy erasında. Sonra rizoidlər bəli əmələ gəlmişdi. Gövdə, yarpaq, bunlar Paleozoy erasında əmələ gəlib. Sonra spermatozoid, xeyr, bu artıq proterozoy erasında var idi. Döş sümüyü Paleozoy erasında əmələ gəlib. Qan damar sistemi proterozoyda var idi. 1, 2, 3 və 5. 73-cü sualda. İlk dəfə proterozoy erasında əmələ gələnlər çarpaz tozlanma paleozoydu. Yosunlar bir hüceyrəli formaları əmələ gəldi. Gövdə paleozoydu. Spermatozoidlər bəli.
Döş sümüyü paleozoid əmələ gəldi. Qan damar sistemi isə əmələ gəldi proterozoida 2, 4 və 6. 74-cü sualda. Embrioloji və paleontoloji dəlillərə uyğunlaşdıraq. Yırtıcı dişlərin sürünənlərin qalıqları, bu qalıqlar paleontoloji dəlillərə aiddir. İnsanın rüşeyində kloakanın olması bu embrioloji dəlildir. Psilofitlərin izləri bu aiddir paleontoloji dəlillərə. Sonra psilofitlərin izləri paleontoloji, xordalların rüşeymində quyruğun olması bu embrioloji dəlildir. Yerdə pitekantropun qalıqlarının tapılması da paleontoloji dəlillərə aiddir. Cavab 1, B, D, 2, A, C, Y. Dəlildir. 75-ci sualda uyğunluğu müəyyən edin. Trias, Devon və Silur. Timsahların əmələ gəlməsi Triasın sonundaydı. Pəncə üzgəcli balıqların əmələ gəlməsi Devonda. Əsl sümüklü balıqların əmələ gəlməsi Trias. C. İlk çənə ağızlı umurğalıların əmələ gəlməsi Silur. Stegosefellaların meydana gəlməsi də Devonda. Y. Cavab 1, A, C, 2, B, Y, 3, D. Yetmiş 6-cı sualda uyğunluğu müəyyən edin. Trilobit, psilofit və arxopteriks. Deməli, çəngəl sümüyünə malik olmuşdu. Bu arxopteriks aiddir. Yosunlar ilə ali sporlu bitkilər arasında keçid forması da psilofitlər. B. Ağacdan ağaca süzmə hərəkəti etmişdi. Arxopteriks. Həlqəvi qurlarla buğumayaqlar arasında keçid formadı trilobit. Hər buğumunda bir cüt ətraf olmuşdu. Bu da trilobitlərə aiddir. Y. Deməli, 1, D, Y, 2, B, 3, A, C. 77-ci suala baxaq. Prosesləri yarandıqları eraların davam etmə müddətinin artmasına görə düzün. Gəlin ilk öncə dövrləri qeyd edək. Həşərat vasitəsilə tozlanmanın meydana çıxması bu mezozoy erasının təbaşir dövrüdür. Eralara yazaq mezozoy. Birinci. Sonra bitki hüceyrəsinin yaranması. Bu proterozoy. İnsanın yaranması kaynozoy erasının antropogen dövrüdür. Sonra fotosintezin meydana çıxması arxey. Toxumun meydana gəlməsi paleozoy. İndi davam etmə müddətinin artmasına görə ən çox davam edən era proterozoy erası olub. Sonra arxey erası, sonra paleozoy, sonra mezozoy və ən sonunda kaynozoydur. Artma sırasıyla dediyinə görə kaynozoydan başlayacaq. 3, sonra mezozoy 1, sonra paleozoy 5'dir. Sonra arxey erası 4 və ən sonda proterozoydur ki, bu da ən çox davam edən eradır. Ardıcıllığı belə olacaq. 78-ci sualda verilmiş bitki orqanlarının təkamül baxımından yaranma ardıcıllığını müəyyən edin. Deməli, ən birinci yaranıb gövdə və yarpaq ordovikdə yaranmışdı. 4. Sonra əlavə kök yarandı silurda. Əlavə kökdən sonra yarandı qoza. Sonra toxum və toxumdan sonra yaranıb çiçək. Cavabımız bu ardıcıllıqla olacaq. 79-cu sualda. Aşağıdakı hadisələrin baş vermə ardıcıllığını müəyyən edin. Tozlayıcı cücülərin əmələ gəlməsi təbaşir. Timsahların əmələ gəlməsi triasın sonu. Heyvanların ilk dəfə quruya çıxması silur. Qığırdaqlı balıqların yaranması devon.
onurğanın əmələ gəlməsi Ordovik. İndi bunların ardıcıllığına görə yazsaq, Ordovik Paleozoy erasının 1-ci Kembriy dövrüdür. Sonra Ordovik, sonra Silur. Deməli 5. 5-dən sonra gələcək 3 Silur. Silurdan sonra Devon 4. Devondan sonra daş kömür Perim, sonra gəlir Mezozoy erasının Trias dövrü, Yura, sonra Təbaşir. Deməli 2 və 1. Cavabımız ardıcıllığı bu olacaq. 80-ci sualda xronoloji ardıcıllığı tamamlayın. Yaşıl yosunların sürətli inkişafı, sonra yarpaq və gövdə əmələ gəldi. Yarpaq və gövdə əmələ gəldikdən sonra deməli ağac formalı planların yaranmasıdır. 3-dən 3 gələcək burada. Çılpaq toxumların meydana çıxmasından sonra çılpaq toxumlar meydana çıxdı deməli Devonda. İlk yeni yarpaqlılar əmələ gəldi daş kömürdən. Bu da 2. Buraya yazırıq 2. Daş kömürdən sonra daş kömür meşələrinin yox olması Perim dövründə idi. Bu da 1. Ardıcıllıq 3, 2 və 1 istiqamətdə olacaq. İndi müasir sistematika təkamülün istiqamətləri və yollarına baxaq. Rizoidi yoxdur. Yaşıl quşmamırın rizoidi var. Qıcının ilk cücərtisi olan protalın da rizoidi var idi. Pislofitlərin rizoidləri var idi. Laminariyanın rizoidi var, ancaq yetkin sfagnumun rizoidi yox idi. Populyasiya sayının azalması, arealın kiçilməsi, növ sayının azalması hansı üçün səciyyəvidir? Azalmadan söhbət gedirsə, deməli burada bioloji tənəzzül baş verib. Populyasiyada fərd sayının artması, arealın genişlənməsi, yeni populyasiyaların əmələ gəlməsi bu tərəqqiyə səbəb olar. Cavabımız Y variantı. Üzvü aləmin təkamülünün əsas yolları 3 yolu var. Aramorfoz, iddiaptasiya və ümumi degenerasiya. Baxaq. Aramorfoz, iddiaptasiya və ümumi degenerasiya D variantındadır. 5-ci sualı. Təbiətdə təkamül prosesi ən çox hansı yolla gedir? Ən çox deməli degenerasiya yanlışdır. Bioloji tənəzzül, tərəqqi, aramorfoz ən çox iddiaptasiyalar baş verir təbiətdə. Ona görə cavabımız B variantı. 6-cı. Qıcının protalı, quş mamırı və pislofit üçün ümumidir. Qıcının protalında rizoid var, quş mamırında da var, pislofitlərdə də var. Ona görə cavabımız A variantı olacaq. Rizoidlərin olması. 7-ci. Qeyd edilənlərdən hansını protal, quş mamırı və pislofitlərin hər üçü üçün aid etmək olmaz. Rizoidlər hər üçü üçün ortaqdır. Xlorofil ortaqdır. Çünki protal da, protonema da, sonra quş mamırı da fotosintez edir. Toxumun olmaması, bəli, bunların toxumları yoxdur. Hər üçü üçün ortaqdır. Çiçəyin olmaması ortaqdır. Yarpaqların olması isə ortaq deyil. Çünki protalın üzərində yarpaq olmur. Sonra 8-ci sualda. Protal, quş mamırı və pislofit üçün doğru olan ifadə. Rizoidlərin olmaması. Əksinə, rizoidlər var idi. Xlorofilin olması, bəli, bu doğrudur. Qıcının protalı, quş mamırı və pislofit üçün doğrudur. Toxumla çoxalmaq, xeyr, toxum yox idi. Rizoidlərin olmaması var idi. Rizoid, fotosintezin olması, bəli, hər üçü fotosintez etmə qabiliyyətinə malik idilər. 10-cu suala baxaq. Dişləri büküşlü məməli. Söhbət atdan gedir. Cavabımız Y variantı. 11. Qızıl sarmaşığın gövdəsində sormacın olması hansı təkamül dəyişikliyi ilə əlaqədardır? Bunlarda uyğunlaşma ilə, yaşadığı mühitə uyğunlaşma ilə əlaqədardır ki, adaptasiyaya aiddir. Hazır üzvü qidalarla qidalanır. Başqa bir bitkinin üzərində parazitlik edir. Belə deyək. 12-ci sual. Ruşeymin yumurta içərisində inkişafı hansı təkamül dəyişkənliyinin nəticəsidir?
Burada artıq su mühitində olan mayalanma quru mühitinə keçdi və yumurtanın qabığın içərisində rüşemin inkişafı aramorfoza səbəb oldu. Aramorfozun nəticəsidir. 13. Hazırda bioloji tərəqqi keçirir, yəni növ sayı artır. Ağ ayının sayı, böyük məməlilərin ölçüsü, böyük olanların sayı tənəzzüldədir. Ancaq tərəqqidə olanlar, məsələn, sap qurdlar, nematodlar sinifinə aid olanlar, sonra boz siçovuldur, bunlar gəmiricilər, bunlar tərəqqidədir hal-hazırda. Aramorfoza aid deyil. Ekariot hüceyrənin əmələ gəlməsi bu aiddir. Xəbərdar edici rəngin əmələ gəlməsi isə adaptasiyaya aiddir. Çiçəyin əmələ gəlməsi aramorfozdur. Fotosintezin meydana çıxması, 4 kameralı ürəyin əmələ gəlməsi bunlar aramorfozlardır. Ancaq B variantındakı adaptasiyaya misaldır. 15-ci suala baxaq. Hansı makrotəkamüldür? Makrotəkamül nəticəsində növdən böyük taksonomik vahidlər alınır. Yeni bitki növünün yaranması bu mikrotəkamüldür. Yeni heyvan populyasiyalarının yaranması mikrotəkamül. Yeni heyvan növünün yaranması mikrotəkamül. Bitki və heyvan cinsləri yaranırsa, bəli, bu artıq makrotəkamüldür. Çünki növdən böyük taksonomik vahid yarandı. Hansı makrotəkamül deyil? Məməlilərin sürünənlərdən əmələ gəlməsi. Bu makrotəkamüldür. Sonra sürünənlərin suda qurda yaşayanlardan əmələ gəlməsi makrotəkamüldür. Yeni bir sinif yarandı. Arıquşunun yeni növlərin əmələ gəlməsi isə ekoloji növə əmələ gəlməyə aid olur və mikrotəkamülə aiddir. Cavabımız C variantı. Yeni heyvan siniflərinin yaranması bu da makrotəkamüldür. Xaççiçəklər fəsiləsinin əmələ gəlməsi bəli. Çünki makrotəkamülə aid olanda növdən böyük dedik taksonomik vahidlər yaranır. 17. Hansı canlı bioloji tərəqqidədir? Tərəqqidə olan, məsələn, bayaq dediyim kimi, boz siçovul hal-hazırda tərəqqidədir. 18. Verilən təkamül dəyişikliklərindən hansı aramorfozun nəticəsidir? Aramorfoza meyvə və toxumların yayılmağa uyğunlaşması bu adaptasiyadır. Toxumla çoxalma bəli, aramorfozdur. Heyvanlar aləmində çox hüceyrəli orqanizmlərin meydana çıxması bu proterozoy erasında əmələ gələn ən böyük aramorfozlardan biridir. Pəncəüzgəcli balıqlarda üzgəclərin quru heyvanlarının ətraflarına çevrilməsi bu. Xəbərdar edici rəngin əmələ gəlməsi bu adaptasiyadır. Pərayaqlarda pi qatının toplanması. Su mühiti ilə yaşadıqlarına görə soyuq iqlimdə, soyuq suda ona görə pi qatı toplanır. Bu bədənin uyğunlaşmasıdır. Ətraf mühit şəraitinə görə. İki tərəfli simmetriya isə aramorfozdur. Cavabımız 2, 3, 4 və 7. Y variantı. 19-cu sualda. Hansı dəyişikliklər üzvü aləmin təkamülündə aramorfoz hesab edilməlidir? Yarpaqların şəklini dəyişib bığcıqlara çevrilməsi, avtotrof qidalanma, örtülü toxumlu bitkilərdə çiçəyin forması, mədəciklər arasında arakəsmələrin inkişafı, yumurtada rüşemin inkişafı. Xeyr, çünki şəklini dəyişib bığcıqlara çevrilməsi bu adaptasiyaya misaldır. Avtotrof qidalanma, çiçəyin əmələ gəlməsi, sporla çoxalmadan toxumla çoxalmaya keçid, onurğalı heyvanlarda xordanın meydana gəlməsi, iki qan dövranının meydana gəlməsi, bəli, bu aramorfozlara aiddir. Cavabımız B variantı. 20-ci sualda. Göstərilənlərdən hansı aramorfozun nəticəsidir? Çiçəklərin küləklə tozlanması, çiçəyin əmələ gəlməsi özü ilə aramorfozdur, amma küləklə tozlanması bu adaptasiyaya misaldır. 21-ci sualda. Qeyd edilən sıraların hansında göstərilən bitki və heyvanın hər ikisi degenerasiya xarakterli təkamülə məruz qalıb? Qızıl sarmaşıq və canavar. Canavar xeyr, amma qızıl sarmaşıq bəli. Ona görə bu variant çıxırıq. Adi vəzərək və öküz soliteri. Vəzərək degenerasiyaya aid deyil, ancaq öküz soliterində həzm sistemi degenerasiyaya uğrayıb. Quruluş sadələşib. Qızıl sarmaşıq və öküz soliteri. Bəli, hər ikisində say artsa da çoxalma sayı. Bunlarda bəzi xarakterlər var ki, yəni orqanizmdə uyğunlaşmalar var ki, bunlar degenerasiyaya səbəb olub. Ancaq həm aramorfoz, həm adaptasiya, həm ümumi degenerasiya özü də tərəqqidədir. Tərəqqi ilə baş verir. Cavabımız burada C variantıdır.
22. Göstərilən sistematik kateqoriyaların hansına daxil olan canlılar arasında zulal tərkibi bir-birindən daha fərqlidir? Eyni növün fərdləri arasında zulal tərkibləri daha çox oxşar olur. Lakin növdən tipə doğru getdikcə zulal arasında olan oxşarlıq azalır. Biz də bu variantlardan ən yüksək sistematik kateqoriyanı götürməliyik. Növ, cins, fəsilə, dəstə və sinif verir. Deməli, sinifə aid olanlarda zulal oxşarlığı daha az olacaq. Əgər burada sinifdən əlavə, məsələn, bizə tip versəydi, o zaman biz tipi götürəcəkdik. Cavabımız B variantı. 23-cü sualda. Göstərilən sistematik kateqoriyaların hansında canlıların mRNT-sində zulalların amin turşu ardıcılığı haqqında məlumat bir-birindən daha çox fərqlənir. Yenə eyni tipdə sualdır. Burada bizdən zulalın amin turşu ardıcılığını fərqli olmasını deyir. Deməli, ən böyük taksonomik vahidlər arasında olanda oxşarlıq azalacaq. Amma növdə daha çox oxşarlıq olacaq bunlar haqqında. Ona görə cinsdir, sinifdir, fəsilədir, dəstədir, növdür. Bunlarda ən böyük arasında olan sinifdir taksonomik vahid olaraq və biz B variantı daha uyğundur. 24-cü suala baxaq. Göstərilən quşlardan hansı kaktus iynəsinin köməyi ilə ağac qabığındakı dəlikdən həşəratları çıxarır? Söhbət buradan ağac dələnə bənzər ağac pirəviddənindən gedir. Çünki ovan dimdiklə ağacın qabığını ovurdu, sonra isə kaktus iynəsini götürüb ağacda olan dəlikdən həşəratları çıxarırdı. Həm ovan, həm də tutucu dimdiyi var idi. 25-ci sualda. Qeyd edilənlərdən hansı səhvdir? Makrotəkamül prosesi növlərin əmələ gəlməsi ilə başa çatır. Bu yanlışdır. Çünki mikrotəkamül prosesi növ əmələ gəlməklə başa çatır. Makrotəkamüldə yeni siniflər, tiplər belə hətta əmələ gələ bilərdi. Bioloji tərəqqi və tənəzzül təkamülün istiqamətləridir. Bəli, iki istiqaməti var təkamülün. Müxtəlif onurğalılar öz inkişaflarında balığa bənzər mərhələni yalnız embrional mərhələdə təkrar edir. Bəli, bu doğrudur. Çünki Severts və Schmalhalzenin həmin o ontogenezə əlavə etdiyi mətni, yəni doğruluyur bu ifadə ki, məməli insan, istər quşlar, istər sürünənlər balığa bənzər formanı yalnız embrional mərhələdə təkrar eləyir. D variantında aramorfoz, adaptasiya və degenerasiya təkamülün yollarıdır. Bəli, bu da doğru ifadədir. Mamırlar təkamüldə kör şaxə təşkil edir. Bəli, çünki heç bir başlanğıc verməyiblər heç bir bitki qrupuna. 26-cı suala baxaq. İdiaptasiyadır. Yəni uyğunlaşmadan söhbət gedir. Ətraf mühit şəraitinə. Məsələn, yarpaqların bığcığa çevrilməsi, bəli, bu idiaptasiyaya misaldır elə. Amma quruluşun sadələşməsi bu ümumi degenerasiyadır. Qurdlarda ilk bədən boşluğunun meydana çıxması aramorfozdur. İki kameralı ürəyin əmələ gəlməsi aramorfoz. Populyasiyadakı fərdlərin sayının azalması, bu ümumiyyətlə say azalırsa bioloji tənəzzülə doğru gedir. Cavabımız A variantı. 27. Atların təkamülündə göstərilənlərin hansı degenerasiyaya uğramışdır? Barmaqların əksəriyyəti, bəli, bu doğrudur. Bədən ölçüləri əksinə degenerasiyaya uğramayıb, bədən ölçüləri böyüyüb. Dişlərin forması dəyişilmişdir. Ətrafların sayı olduğu kimi qalıb. Dərinin quruluşu dəyişməyib. Ancaq barmaqların əksəriyyəti birinci və 5-ci barmaqlar yox oldu. 2-ci və 4-cü barmaqlar isə Grefil sümüklərinə çevrildi. 28-ci sualda. Sol mədəciyindən yalnız sol aorta qövsə çıxan sinif, yəni söhbət məməlilərdən gedir. Beyinciyi qırışsızdır. Xeyr, qırışlıdır. Düzgün ifadələr istəyir bizdən. Döş qəfəsi yoxdur. Məməlilərdə döş qəfəsi var. Bədənləri lələklərlə örtülmüşdür. Yanlışdır. Hava kisələri olur, yanlışdır. Təkamül prosesində onlarda ilk dəfə istiqamlılıq meydana gəlib, bəli. Ən cavan sinif quşlar olsa da, quşlar yarandı, əsl quşlar təbaşirdə, ancaq məməlilər isə trias dövründə yaranmışdı. Buna görə istiqamlılıq triasda yaranıb.
Cavabımız Y variantı. 29-cu sualda. Yarpaq, gövdə və köklərin müxtəlif yollarla suya qənaət etməyə çalışmağa uyğunlaşması misal ola bilər adaptasiyaya. Cavabımız A variantı. 30-cu sualda. X canlısının K canlısı ilə eyni fəsilədən, L canlısı ilə eyni cinsdən, M canlısı ilə eyni sıradan, N canlısı ilə eyni sinifdən olduğu məlumdur. Deməli, ən kiçikdən başlayaq. Deməli, birinci X-dır. Sonra eyni cinsdəndirsə, bunlar L ilə eyni cinsdədir. Sonra cinsdən sonra burada verilənlər fəsilə gəlir. K ilə. Sonra fəsilələr birləşir. Özündən böyük burada sırada M və sonra isə sinifdə birləşiblər bunlar N-də. İndi deyir ki, burada qohumluq əlaqələrinin artması sırası ilə müəyyən edin. Yəni, söhbət böyükdən başlayıb kiçiyə doğru biz gedəcəyik. N, M, K və L. Belə olacaq qohumluq sırası. Baxaq. N, M, K və L. Cavabımız C variantı. Taksonlar hansı ən az fərd sayına malikdir? Baxaq, məməlilər sinifdə. Burada fərd sayı çox ola bilər. Mamırlar şöbədir. Mürəkkəb çəkilər fəsilədir. Ev pişiyi növdür, heyvanlar aləmdir. Burada söhbət az fərddən olan növ olacaq. 32-də. Təkamüldə onurğalı heyvanların ən cavan sinifinin, yəni söhbət quşlardan gedir. Nümayəndələr üçün xarakterikdir. Dolayı inkişaf, xeyr. Sağ aorta qövsünün olması, bəli, bu doğrudur. 33-cü sualda. Müqayisəli anatomiyaya aiddir. Müqayisəli anatomiyaya aid olanlar elə homoloji orqanlardır. A variantı analoji, homoloji orqanlar, bunlar müqayisəli anatomiyaya uyğundur. Sonra psilofitlərdə olmamışdı. Kökümsəvə bənzər yeraltı hissə var idi. Sonra rizoidlər var idi, örtük toxuması var idi, ötürücü toxuma var idi, ancaq saçaqlı kök sistemi yox idi. 34-də Y variantı. 35-də quşlar və məməlilər sinifinin sürünənlərdən başlanğıc götürməsini nəzərə alaraq hər iki sinifin təkamülün hansı yolla getdiyini və bunun hansı təkamül prosesinin nəticəsi olduğunu göstərir. Hər iki sinifdə aramorfoz baş vermişdi və bir hissə sürünənlərin bir hissəsi quşlara təkamül etdi, bir hissəsi məməllərə başlanğıc verdi. Ona görə də bunlar arasında divergensiya, ayrılma baş verdi. Aramorfoz və divergensiya. Cavabımız D variantı. 36-cı sualda. Yastı qurdların əmələ gəlməsini təmin edən aramorfoz, ətrafların əmələ gəlməsi xeyr. Çənələrin əmələ gəlməsi yastı qurdlarda deyildi. Orqanlar sisteminin yaranması, bəli, bu ilk dəfə yastı qurdlar tipində əmələ gəlmişdi. 37. Sadalanan bitkilərin neçə cinsdə birləşdiyini müəyyən edin. Enli yarpaqlı meşə çiçəyi, sonra qırmızı yonca, çöl göyçiçəyi, sürünən yonca, əkilən nuxud, çəmən göyçiçəyi. Çöl göyçiçəyi, çəmən göyçiçəyi. Bunlar bir cinsdir. Qırmızı yonca, sürünən yonca. Bunlar bir cinsdir. İki cins, toplamda iki cins var. Əkilən nuxud üçüncü cinsdir. Enli yarpaqlı zəng çiçəyi dördüncü cinsdir. Deməli, burada 4 cins də var imiş. Ürək kameralarının sayı ilə ürək boşluğunda olan qan növlərinin bərabər olmadığı sürünənlər üçün doğru mübahisələri müəyyən edin. Sürünənlərdə ürək 3 kameralıdır və ürəkdə 3 növ qan olur. Ancaq istisna hal timsahdadır ki, timsah 4 kameralı ürəyə sahibdir. Bədənində 3 növ qan olur, ancaq ürəyində isə 2 növ. İndi bizdən timsahdan söhbət gedir. Buradan ürəyindəki qan növü ilə kameraların sayı uyğun deyil.
və deyir ki, doğru ifadələri müəyyən edin. İlk məməlilərlə eyni geoloji dövrdə meydana çıxıb. Bəli, timsahlar da triasda, ilk məməlilər də triasda əmələ gəlib. Sonra ikinci, uçan cücülərin yarandığı geoloji dövrdə meydana çıxmışdı. Uçan cücülər ilk dəfə yaranmışdı daş kömür dövründə, sürünənlərlə eyni meydana gəlmişdi. Ancaq timsah özü triasda yaranıbdı deyə bu ifadə yanlışdır. Bədənlərində qarışıq qan olmur, yanlışdır. Çünki ürəklərində qan qarışmasa da, ürəkdən çıxan cüt aorta qövsündə damarlarda qan qarışır və bədənə qarışıq qan da gedir. Sonra bədəndə qarışıq qan olmur, yanlışdır. Mən üstəgəliyə qoydum. Barmaqları arasında üzmə pərdəsi olur, bəli. Üzmə pərdəsi var. Quyruqları üzmə prosesində iştirak etmir, yanlışdır. Çənələrində dişlər yoxdur və çanaqları var. Sürünənlərdə diş var. Bu da yanlışdır. Cavabımız doğru olanlar 1 və 4-cü ifadədir. Erkəkcik və dişiciyin yarandığı dövrdə, yəni söhbət burada təbaşirdən gedir, örtülü toxumlarda artıq erkəkcik və dişicik yaranmışdı. İstiqanlılıq meydana gəldi, xeyr, istiqanlılıq triasda əmələ gəlmişdi artıq ilk məməlilərdən. İkiqat mayalanma meydana gəldi, bəli. Timsahlar yarandı, xeyr, timsahlar triasda yaranıb, yumurtacıq yarandı, yumurtacıq devonda yaranıb, çılpaq toxumlularda, meyoz yarandı, meyoz proterozoy erasında yaranmışdı, əsil quşlar yarandı, bəli. Cavabımız 2 və 6. 40-cı sual. Proterozoy erasında quruya çıxması güman olunan canlılar aləminin nümayəndələrinin törətdiyi xəstəlikdir. Proterozoy erasında quruya çıxmışdı, deməli bakteriyalar. Bizdən bakteriyal xəstəlikləri istəyir. Bakteriyal xəstəliklərə keçərlik göbələk xəstəliyidir, Dəmirov göbələklər törədir, çiçək xəstəliyi viruslar törədir, Sibir yarası bakteriya törədir, hepatiti viruslar törədir, bruselyoz bakteriyalar. Cavabımız 4 və 6 doğru. 41-ci sualda. Yanlış olanı istəyir bizdən. Gəlin baxaq. Deməli, davam etmə müddətinə görə. Ən böyük davam etmə müddətinə malik olan Y-dir ki, o zaman Y proterozoy erasıdır. Y proterozoy. Sonra D-dirsə, deməli, arxeydir. Sonra C-dir, palezoy. B. Mezozoy. A. Kaynozoy. Gəlin bu ifadələrə uyğun olaraq düzək. A deyir, ikinci siqnal sistemi yarandı. Bəli, kaynozoyda insanın əmələ gəlməsilə ikinci siqnal sistemi yarandı. Bu doğru ifadədir. Bizdən yanlış istəyir. Y. İlk prokaryot orqanizmlər yarandı. Y-yə baxaq, proterozoydu. İlk prokaryotlar da yaranıb arxa erasında. Bu yanlışdır. D. Arxey erasından söhbət. İlk bir hüceyrəli yosunlar yarandı, xeyr. Bir hüceyrəli yosunlar yaranıb proterozoydan. Bu da yanlışdır. Sonra 4-cü. S. Canlılarda ilk döş qəfəsi yarandı. S-yə baxırıq, palezoy erasıdır. Döş qəfəsi də palezoy erasının daş kömür dövründə sürünənlərdə yaranıb. Bu doğru ifadədir. 5-cidə. B-də ilk dəfə daxili skelet yarandı. Mezozoy erasında, xeyr. Daxili skelet yaranıb xorda ilk dəfə proterozoy erasında. Deməli, bizdən yanlış istəyirdi. 2, 3 və 5-ci ifadə yanlışdır. 42-ci sual. Primatların geoxronoloji cədvələ əsasən yarandığı dövrlərə görə düzgün ardıcıllığını müəyyən edin. Parapitek, neandertal və avstralopitek. Deməli, ilk yaranmışdı parapiteklər paleogen dövründə. Sonra neogenda avstralopiteklər yarandı. Və avstralopiteklərdən sonra isə artıq ən qədim insanlar, qədim və müasir insanlar yarandı. Neandertallar isə sonuncudur. 3, 1, 2.
43-cü. Heyvan qruplarının ən iri sistematik vahiddən başlayaraq ardıcıllığını müəyyən edin. Tipdən deməli başlamalıyıq, növə doğru getməliyik. Buğumayaqlılar tipi, cücülər sinifi, siniflərdə məsələn düzqanadlılar dəstəsi, şala cins, növ olaraq da 5. Deməli 1, 2, 3, 4, 5 ardıcıllığımız bu istiqamətdə olacaq. 44-cü sualda bitki qruplarının ən kiçik sistematik vahiddən başlayaraq ardıcıllığını müəyyən edin. Yəni növdən başlayacaq. Növ çəmən yoncasıdır. 3. Sonra yonca cinsdir. Cinsdən burada böyük paxlallar fəsiləsi verib. Sonra ikiləpəlilər sinifi və örtülü toxumlular şöbəsi. Ardıcıllığımız belə olacaq.